Salamı çağırır Xorasana. Hazreti Abbasət ağa ilə İmam Rıza əleyhissalam gəlir. İmam Rıza əleyhissalam buyurur. Deyir Abbasət, mən daxil olacağım məmunun otağına. Əgər görsən ki, mən oradan çıxanda əba mənim başımdadır, bil ki, məni zəhərləyiblər. Əgər gördün ki, əba mənim çiynimdədir, bil ki, hər şey yaxşıdır. Hazreti Abbasət deyir ki, İmam Rıza əleyhissalam daxil olduğu məmunun otağına, mən başladım qapının ağzına vargil eləməyə. Yəni o başa bu başa getməyə. Bir də gördüm İmam Rıza otaqdan çıxanda qaçdım İmam Rızanın qabağına, gördüm onun əbası İmam Rızanın başındadır. Dedim anam atam sənə fəda olsun ya İmam Rıza. Deyir əli ilə mənə işarə elədi ki sakit dur, danışma. Və öz otağına daxil olanda dedi otağa heç kimi buraxma. Qoy qalsın, qal çöldə, mən içəridəyəm. Deyir İmam Rıza daxil oldu içəri, mən dayandım deyir çöldə, bir də gördüm ki içəridən bir vahşivən qopdu. Mən öz-özümə dedim ki içəridə heç bir kəs yoxdur İmam Rızadan başqa. Görəm kimdir bu ağlayır. Qapını deyir açdım. Qapını açandan sonra gördüm ki İmam Rıza əleyhissalamın oğlu İmam Cavad əleyhissalamdır. Əyləşib İmam Rıza öz başını qoyub onun çiyninə. İmam Rıza əleyhissalam yeganə zəhərlənən imamlardandır ki İmam Rıza əleyhissalamın zəhərinin təsiri çox tez oldu. Yəni 40-45 dəqiqə ərzində onun bütün ciyərlərini o zəhər qurutdu və dünyasını dəyişdi. Bir İmam Rıza əleyhissalam başını İmam Cavadın çiyninə qoyub ona vəsiyyət edirdi ki, oğlum mən höccətimi tamamladım. Məndən sonra imamətlik səndədir. Bunu deyəndən sonra başı deyir sürüşdü ağanın çiynindən, gəldi düşdü İmam Cavadın dizlərinin üstünə. Ondan sonra əlin qaldırdı barmağın, dedi əşhədü ən la ilahə illallah, əşhədü ənə Muhammedən Rasulallah və əşhədü ənə əmirəl mümininə Əliyyən vəliyullah. Onu deyəndən sonra gözlərini İmam Rıza yumdu deyir. Mən deyir İmam Cavada dedim, ya İmam Cavad, sən ki Mədinədəsən, Xorasana necə gəldin? Dedi, mənim cəddim Rəsulallahın meyraca aparan Allah məni Mədinədən bura gətirə bilməz. Deyir, ondan sonra İmam Rıza əleyhissalam ondan qabaq mənə bir toy öyrətmişdi. Demişdi, Əbasən, mən öləndən sonra mənim başıma bir oyun açacaq ki, gətirib öz atası lənət olunmuş Harun Ər-Rəşidin ayaqları altında dəfn edəcək. Əgər bilsən ki, onu eləyirlər, həmin vaxtı bu mən öyrətdiyim duanı oxuyarsan. Hazreti Abbasət deyir ki, Məmun bütün belə deyək, indiki vaxtda Məşəd əhalisini yığdı. Dedi, hamınız mənə deyirsiniz ki, mən Əhl-i-Beyt düşməniyəm, imam düşməniyəm. Amma mən İmam Rızanı öz atamın yanında dəfn edirəm. Bu gördüyünüz bu yer, bu ərazi, bu Harun Ər-Rəşidin bağçası olur. Yəni burada gələrmiş, dincələrmiş, belə deyək də villası olur. Burada dincəlirmiş, istirahət edirmiş. Deyir, həmin onun öz qəbrini də burada dəfn eləmişdilər, Harun Ər-Rəşidin. Allah ona lənət eləsin. Onu burada dəfn eləmişdilər. Məmun cəmaatı yığır, istəyir ki, İmam Rızanı alçatsın. Deyir, ey cəmaat, baxın, mən İmam Rızaya necə hörmət edirəm, atamın yanında dəfn edirəm. Əmr edir ki, gəlin, ayağının altını qazın atasının. İstəyir İmam Rızanı orada dəfn eləsin, imamın mübarək başı düşsün onun atasının ayaqlarının altına. Gəlirlər, Hazreti Abbasət deyir ki, başlandılar külüclə oranı vurmağa, oranı qazmağa. Deyir, mən həmin İmam Rıza örgədən duanı oxudum, onu oxuyandan sonra nə qədər vurdular, oranı qaza bilmədilər. O qədər deyir, dövr elədilər, cəmaat baxır axı, heç də eləyə bilməzlər. Öz belə deyək, yalanları, əməlləri, planlarını Allah onları faş edib, yox edib. Deyir, o qədər qazdılar, gəldilər imamın ayağının altı başladı qazılmağa. Məcbur başladılar oranı qazmağa, qazandan sonra İmam Rızanı dəfn elədilər, İmam Rızanın ayaqları düşdü Harun Ər-Rəşidin başının üstünə. Yəni Harun Ər-Rəşid qaldı onun ayaqlarının altında. Və məcbur olanı başladılar imamın mübarək qəbrini orada saxlamağa. Və üstündən bir müddət keçdi, bu gördüyümüz ərazidən çay axır. Çayın yönünü döndərdilər ki, imamın mübarək qəbri yüzün aparsın, desinlər ki, qəbri yuyub apardı. Yəni bu qədər insan necə hörmətsizdir ki, Allah onun qəbrini apardı. Amma daha bilmədilər ki, Allahın ucaltdığını heç kim alçalda bilməz. Allahın alçaldığını heç kim ucalda bilməz. Həmin çay gəldi, yönünü döndərəndə İmam Rızanın qəbrindən döndərir üzün, həmin Harun Ər-Rəşidin qəbrini aparır. O qəbrin özünü aparmır. Sadəcə qəbirdən orada bir əsas əlamət yoxdur.
Hal-hazırda da İmam Rıza'nın ayağının altında Harun Ər-Rəşid var. Amma heç kim Harun Ər-Rəşidi burada yadına salmır. Niyə? Çünki Allah onu bütün beyinlərdən silib ancaq İmam Rıza edib və bütün Məşəd şəhərini Həzrət İmam Rıza'nın mübarək şəhəri. Allaha həmd olsun, Allaha şükürlər olsun. Həqiqətən də dünən də dediyimiz kimi neçə illər, bəlkə də burada elə insanlar var ki, qəpik-qəpik yığır. İllərlə yığıb, aylarla yığıb. Bəlkə də elə insanlar var ki, heç ödənişi, pulu yoxdur cibində. Amma kiminsə əli ilə, imamın vasitəsi ilə gəlir. O xəyallar, o düşüncələr, o təfəkkürlər, o fikirlər indi hamısı bitib, hal-hazırda düz İmam Rıza'nın yanındasınız. Allah sizi İmam Rıza ilə görün nə cür görüşdürür. Düz İmam Rıza'nın yanına gəlmişsiniz. O qədər insanlar var idi ki, pulları da var idi, pasportları da var idi, pasportlarını da vermişdilər, pullarını da vermişdilər, amma onların gəlməyi alınmadı. Niyə? Çünki onların adı hələ imamın dəftərinə qeyd olunmayıb. Burada nə qədər insan var, hamısını imam istəyir, hamısını da imam çağırır. İndi həmin vaxtdır ki, İmam Rıza ilə görüşmək vaxtıdır. Allah qəbul eləsin, Allah sizi İmam Rızadan ayrı salmasın. Ya Allah, yaxın.